Mənim komandirimin başına 1 milyon dollar pul qoyublar. 18 yaşıma qədər mən onlarla təmasda olmuşam. Onlarla yoldaşlığım olub. Bilirsiniz nə dedi? Yalan danışmağımı mənim üzümə olaraq dedi. Yəni o ermənilərin deyək ki, böyük bir qismin tanıyırdım. Mən Vitaliklə qısa bir məqamda bir söhbətimiz oldu. Mənim ilk sualı bu oldu ki, duxun çatır, gedə bilərsən. Avtomat baxma da, nə qədər olmasa insanın üstündə olanda insana bir ürəkdir, bir sipərdir də deyirsən ki, ən azından bir neçəsini də mən öldürə bilərəm, qanımı ala bilərəm. Cibimdə də 4 ədəd qranat kumbaram var idi. Ola bilər ki, mənim geri qayıtma şansım ola bilməz. Vitalik Balasyan var. Xocalı qətliamın həyata keçirdən, komandirlik eləyən, başında duran həmin o Vitalik Balasyandır. Allah verdi Bağırovla. Onunla danışaraq bir qərara gəldi və 4 nəfərdən ibarət bir qrup şəklində mən, Oruc, Akif, Tahir bir Qaz-66 maşın vasitəsilə Qaraqaya istiqamətində irəlilədik və Qaraqayanın yaxınlaşanda mən Vaz maşınında orada Vitalik Balasyanı gördüm. Beləcə də yanında bir 5-6 nəfər silahlı erməni var idi. Mən orada Vitalikin qeyd edim ki, mən 1965-ci ildə Əsgəran rayonunun Xanabad kəndində böyümüşəm, doğulmuşam, orada boya başa çatmışam. Və eləcə də 18 yaşıma qədər mən onlarla təmasda olmuşam. Onlarla yoldaşlığım olub. Yəni o ermənilərin deyək ki, böyük bir qismin tanıyırdım. Və orada onu gördüm. Biz əraziyə daxil olduq, o qətliam törədilən ərazidə. İkincinin kadrlarında da var. 10 metr yerdən meyitləri yığarkən qoldan tuturdum, meyitin qolu gəlirdi. Qoldan tuturdum, qol gəlirdi. 10 kvadrat metr yerdən biz 30 şəhid yığdıq maşını. Beləcə də orada mən hamilə qadınlarının kütlələrlə bətninin yarılmasının gördüm, dünyaya gəlməmiş uşağının başının kəsilməsinin şahidi oldum. Və Aqilin biz nəşin götürüb aşağı yenərkən mən Vitaliklə qısa bir məqamda bir söhbətimiz oldu. Mənim ilk sualı bu oldu ki, sən burada nə edirsən? Dedim ki, bəs mənim atam da bu hadisələrdə deyəsən ölüb, onu axtarıram. Belə baxdı üzümə. Dedi ki, bilirsiniz nə dedi? Mənim yalan danışmağımı mənim üzümə olaraq dedi. Dedi ki, sizin evdən nə ölən var, nə əsir düşən. Sizin hamınız sağ-salamat getmişsiniz. O artıq onların məlumatı var idi ki, kimlərin ölməsi, öldürülməsi, kimlərin sağ getməsi. Nə deyirəm, bizim ailəni onlar tanıyırdı. Çünki biz orada doğulub boya başa çatmışdıq. O 6 gün müddətində əgər bizdən kimsə orada sağ var idisə, əsirlikdə var idisə, məsələ aydın ki, deyəcəkdi ki, Mikail kişinin oğlanlarına ya Mikail kişinin ailələrindən kimsə burada var. Və Aqilin meyidini düşürdərkən orada maşına qoyarkən məndən xəbər aldı ki, bu kimdir? Dedim ki, tanımıram. Dedi, necə yana tanımırsan? Dedim ki, tanımıram da. Mən Aqilin hərbiçi olduğunu demək istəmədim. Ona görə qayıt dedi ki, yox, necə tanıya bilməzsən? Dedim ki, mən Xocalıya biz təzə köçmüşük, 89-cu ildə dedim köçmüşük. Bir də ki, mən Özbəkistanın Nəvaya şəhərində yaşamışam və mənim bir əskər yoldaşımın xalası oğlu var idi. Həmən Vitalik Balasyanın yanında. Və mənimlə bir qısa bir müddətdə belə dirəşdi, yalan deyirsən, dedim, burada yalan deməyin nə mənası var da? Tanıdığımı deyirəm, tanıyıram. Amma belə dedim, tanımıram. Mən çünki Xocalı cəmaatın bir o qədər də mən tanımıram. Mən Özbəkistanın Nəvaya şəhərində əskəri xidmətimi etmişəm və sonradan da qayıdıb orada yaşamışam və bu son vaxtlar gəlmişəm. Eləcə də bizim bu söhbətə Manvelin xalası oğlu yaxınlaşdı ki, o məni tanıdı. Dedi ki, sən Manvellə əskərlikdə bir yerdə olmuşsan. Dedim, hə. Dedi ki, Vitalik Əçönlü dedi ki, Nazim Manvellə əskərlikdə bir olub. O da Nəvayda yaşayır, Nazim də Nəvayda yaşayır. Götürdük, meyidi götürərkən getdi, biraz qabağa sonra qayıtdı və gəldi mənim üstümə.
Dedi ki, Əsgəranda sizin meyitlər var, arxasınızdan gedərsənmi? Mən də polis formasındayam və gedərkən mənə dedilər ki, polis formasını soyun, buna görə səni öldürərlər və dedim ki, məni onsuz da belə də tanıyırlar, öldürsələr bu cür də öldürəcəklər, forma ilə də öldürəcəklər də. Mən orada tanıyıb, bütün hamısı tanıyıb. Baxdı üzümə, dedim, niyə getməyəm, gedirəm. Mən hələ bir dedi ki, duxun çatır, gedə bilərsən. Dedim ki, biraz başqa formada dedi mən efir vasitəsilə. Dedim ki, duxun çatmasa bura gələ bilmərəm də. Duxun çatır ki, də bura gəlmişəm. Belə ayaqdan məni başa qədər süzdü. O elə düşündü ki, mən yox da deyə bilərəm. Adi bir anlığa mən tutuldum. Dedim, yəqin ki, mən əsgərlərinə geçsəm, mənim ola bilər, geri qayıtma şansım olmayacaq. Amma buna baxmayaraq, təqribi bir dəqiqədən sonra dedim ki, bura gəlmişəm, bunun üçün gedə bilərəm. Əlimdə avtomat və qeyd edim ki, 4 nəfərimizdə də avtomat silah var idi. Mən maşına qaz 66-nın gedib minərkən mənə dedi ki, yox, silahla əsgərlərinə getmək olmaz. Onda sanki içimdən bir his keçdi ki, avtomat baxmadı, nə qədər olmasa insanın üstündə olanda insana bir ürəkdir, bir sipərdir də. Deyirsən ki, ən azından bir neçəsini də mən öldürə bilərəm, qanımı ala bilərəm. Baxdım, bir düşünmək vadarında, düşünmək məcburiyyətində qaldım və bir anlığa tutuldum. Baxdım ki, mən yox desəm, bu bəlkə də belə diqqətlə məni sızır, bəlkə də məni söyərdi, bəlkə də mənə ən axırıncı sözləri deyərdi. Və eləcə də biz o şəhidləri götürərkən mənə dedi ki, bax, Xocalı aeroportunda siz bizimkilərin incidirdiniz, bunların yaxınlarıdır sizinkilərin bu günə qoyub. Və mən ona dedim ki, biz Xocalı aeroportunda ekstremistlərə, terroristlərə qarşı mübarizə aparırdıq. Dinc sakinlərlə bu cür rəftar etmirdik, bu cür vəhşicəsinə iş görmürdük. Və dedi ki, bununla dedi ki, bəs siz belə elədiniz, bunların yaxınlarıdır. Deyəndə baxdım, yanından çöndüm, Zahid var idi, Xalq Cəbhəsinin Allahverdi Bağırovun göndərdiyi adamlardan. Mən yaxınlaşdım, mən avtomat silahı bu cür baxdı belə üzümə, verdim buna və getdim maşının tenten qaldırdım. Birinci mən oturdum və mənim arxamdan bu 4 nəfər, 3 nəfər gəldi, maşına oturduq. Mən uşaqlara tanışlıq verdim ki, mən Xocalıdanam, amma əslində Xocalıdan sonradan yaşayanlardanam. Mən əslində Xanabadda doğulmuşam, Əsgərəndə böyümüşəm və Xocalı aeroportunda xidmət edirəm. Mənim komandirimin başına $1 milyon pul qoyublar. Ola bilər ki, mənim geri qayıtma şansım ola bilməz. Və Xocalıdan çıxarkən cibimdə də 4 ədəd qranat qumbaram var idi. 2 F1, 2 RGD qumbarası idi. Və o qumbaraları ortaya qoydum. F1-i mən özüm götürdüm, qoydum döş cibimə. Və uşaqlar da hərəsi birini götürdü. Dedim ki, bax, bundan sonra hər kəs özü üçün cavabdehlikdir də. Əsir ola bilər, götürə bilərlər bizi, amma mən əsir düşməyəcəm də. Mən əsir düşmək fikrində deyiləm. Bilirəm ki, əsir düşsəm, bizi nələr gözləyir. Baxın, o Xocalılar gələrkən yolda 1200 nəfər bizim əsir götürülür və Aranzəmin Pircamal kəndində 300 nəfəri bir tövləyə aparıb verir. Və orada ermənilər sakinləri dindirərkən deyib ki, Xocalı aeroportundan kim varsa bir nəfərin bizə verin və biz sizin bir nəfərinizə 100 nəfərinizi borcluyuruq. Ancaq adını deyin ki, Xocalı aeroportunda bir nəfər falan kəsdi. Artıq buradan boşlanılan insanlar danışmışdı, burasını da bilirdik. Bir nəfərə gör 100 nəfər. Xocalı aeroportundan onların çox belə nifrəti, acığı var idi. Artıq düşünürdüm ki, məni burada yaxşı bir şey ola biləsin ki, gözləməz də. Girdik. Qarqar çayının körpüsünü keçərək Əsgəran magistral xəttinə çatanda yolun sağ-sol hissəsində bizim 21 nəfərimizi görsənir ki, onlar əsir gətirərək Əsgəran milis idarəsindən işgəncə verilib öldürülərək həmən o əraziyə səpələnmişdi, yolun sağ-sol hissəsində. Orada erməni gölə var, gölənin evinin yaxınlığındaydı. Və düşdük, əraziyə düşəndə, inan 57 nəfər və qeyd edim ki,
Həmin gün 57 nəfər qəddarlıqla amansızcasına öldürülən Xocalılar var idi ki, diri-diri yandıranlar, başının dərisi soyulan, gözü tökülən və həmin ərazidə kimləri gördüm? Oradakı insanlar hamısı bizə doğma, gündəlik təmasda olduğumuz insanlar idi, tanıdığımız insanlar idi. Orada qeyd etdim, Xocalı elə də böyük bir yerdir, xırda bir yer idi. Gündəlik olmasa həftədə ən azından 2 səfər, 3 səfər görüşürdük də. İnan, o əraziyə, o meyitləri görərkən, inan, məni bir ağlamaq tutdu, dayanmadan. Belə baxdım meyitlərə, hamısı bir-birindən çox bir eybəcər vəziyyətdə. Sanki məndə belə bir təsəvvür formalaşdı ki, insanlar bir-biri ilə bu cür rəftar olunur. Baxın, Şafa dayının qonşumuzda, kəndçimizdə alın dərisindən və buradan soyub gətirib qoymuşlar. Oğlu Murad mənim həmin yaşadığım idi. Burun qulağını kəsmişlər, hətta qızıl dişlərini qursa ilə dartıb bir-bir çıxartmışlar. Təvəkkül var idi. Qırçalar uzuda olaraq bu qollar arxadan bağlanmışdı. Diri-diri yandırılmışdı o. 9 ya 8 yaşında qızının gözünün qarşısında o yandırılmışdı. Bax, baş nahiyəsindən, bu baş hissəsindən, boğaz nahiyəsindən yuxarı mən tanıdım ki, bu təvəkküldür. Orada bir dostumuz var idi. Yaşa idi. Yaşanın sifətində salamat bir yeri yox idi. Bəs ikinci meyit hardadır? Dedilər ki, zibilliyin içindədir. Əlinizdən eşirsizsə, əlinizdən götürün. Meyidini götürdüm. Amma başı üstündə olmayan, başı kəsilmiş bir meyidi götürdüm. Axtardım, dedim bəlkə başını taparam, götürərəm, amma çox əfsuslar olsun ki, dedi ki, milliyyətin nədir? Söndü, dedim ki, mən Azərbaycanlıyam. Yəqin ki, biz Rus hərbiçiləri 366-cı alayın spespadrazdeleniyasının uşaqlarıyıq. Həmən başımı qaldırarkən baxdım, Yaşanın sifətində salamat bir yeri yox idi.